Belə olduqda gözləri görmür, qulaqlar eşitmir, dilləri söz tutmur. Çünki daha öncə də qeyd etdiyimiz kimi, yanlış yola davam etmək, doğru ilə yanlışı ayırt edə bilmək bacarığını tədricən insandan alır. Axırda vəziyyət o həddə gəlir çatır ki, belə insan yaxşını pis, pisi isə yaxşı kimi görür. Ayədəki bənzətmə əslində nifaqla bağlı bir həqiqətin üstünü açır. O da budur ki, ikiyüzlülük heç vaxt uzun müddət davam edə bilməz. Münafiqlər həm müsəlmanlardan, həm də kafirlərdən çox az müddət ərzində faydalana bilərlər. Lakin qısa müddət sonra səhrada əsən zəif küləyin nəticəsində sönən işıq kimi onların da bu işığı sönəcək. Beləliklə də əsl simaları üzə çıxacaq. Səhrada yolunu azmış insanlar kimi sərgərdan qalacaqlar. Daha bir diqqət çəkən məqam ondan ibarətdir ki, İmam Muhammed Baqir əleyhissalam günəşi işıqlı, ayı nurlu edən məhz odur. Allah da ayəsinin təfsiri barədə belə buyurmuşdu. Allah yeryüzünü günəşlə işıqlandırdığı kimi, Muhammed salавatullahın nuru ilə də işıqlandırmışdı. Buna görə də Muhammed Peyğəmbər salавatullahı günəşə, onun vəsisi canişinini isə aya bənzətmişdi. Biharul Ənvar, cild 22, səhifə 321. Bu o deməkdir ki, iman nuru bütün dünyanı işıqlandırır. Lakin nifaqın üzdə azacıq nuru olsa belə, o yalnız öz yaxın çevrəsini, özü də qısa müddət üçün işıqlandıra bilər. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.